Salam, 9-cu siniflər üçün elmi sınaq kitabından belə bir sualın izahına baxaq. Deməli, tənliyinin köklər cəmini istəyir bizdən. Tənliyin birinci modulundan, modulda 2,8-dən 2-ni mötərizə xaricinə çıxartsaq, yəni 2-ni modul içərisindən çıxartmış olsaq, 2 vurulsun modulda x/4 alınır. Çünki bu 2 vur x-dir, bu da 2 vur 4. Yəni hər ikisindən 2 çıxsa x/4 alınır. Üstə gəl. Buradan da hər ikisi 5'ə bölünür. 5 vuruğunu çıxartmış olsaq alınır x çıxılsın yenə 4. 5 vur x budur. 5 vur 4 də budur. Bərabər 14. Modulda x/4'ləri mötərizə xaricinə çıxartsaq, yəni 2 dənə modul x/4 üstə gəl 5 dənə modulda x/4. Onlar 7 dənə modulda x/4 bərabərdir 14. 14'ü 7'yə vurmadır. Biz tərs əməl eləyirik, bölürük. Modulda x/4 bərabərdir 2'yə. Modul tənliyin həllindən bilirik ki, modul x bərabərdir a tənliyinin birinci, əgər a müsbətdirsə, modul x bərabərdir 5'dirsə, 2 kök olur. 1, 5 və -5. Çünki həm 5'in modulu 5'dir, həm də -5'in modulu da yenə 5'dir. İkinci, a mənfi olarsa, modul x bərabərdir. Məsələn, -2 yazıram. Bu tənliyin həlli olmaz. Üçüncü, əgər a bərabər 0 olarsa, modul x bərabərdir 0 tənliyinin yeganə həlli olar. X bərabərdir 0 şəklində. İndi tənliyimizin ardına davam eləsək, burada modulda x/4 bərabər 2 olar. Bu deməkdir ki, bir dəfə, yəni həm 2'nin modulu 2'yə bərabər olar, həm də -2'nin modulu da 2'yə bərabər olar. Yəni x/4 bir dəfə 2 olar, bir dəfə də -2 olar. X bərabərdir 2 üstə gəl 4, 6 və x bərabərdir -2 üstə gəl 4. X bərabər olar 2'yə. Yəni bir kökümüz 6, digər kökümüz də 2 olar. Bizdən köklərinin cəmini istəyirdi. 6 üstə gəl 2 bərabər 8 alınır.